15 ildir yurdumuzun doğma marketi olan Arazda 2013-cü ildən etibarən çalışıram. O vaxtlar Araz sürətlə böyüyürdü və bizim quru qida kateqoriyası üzrə satın alma komandası olaraq qarşımızda böyük hədəflər var idi. Şirkətin inkişaf tempinə uyğun olaraq Arazın ilk şəxsi marka layihələrinin formalaşdırılması və inkişafında mənim də payım olub. Bu gün hər bir müştərimizin yaxından tanıdığı Bəxşiş, Tac, Oba və Master üçün brendlərin yaradılması, bazara təqdim olunması və böyüdülməsi prosesində şəxsən iştirak etdim. Biz təkcə daxili bazarda öz markalarımızı yaratmadıq. Həm də Arazın ilk idxal layihələrinin həyata keçirilməsində ilk addımları atdıq. İllər ərzində qazandığım bu zəngin təcrübə ilə satış, satın alma, şəxsi marka idarəçiliyi və idxal sahələrində şirkətimizlə birlikdə çox mühüm uğurlara imza atdıq. Sıfırdan qurulan o layihələrin bu gün Arazın 15 illik uğur tarihinə çevrilməsini görmək mənim üçün böyük qürurdur. Çünki Araz böyüdükcə biz də onunla inkişaf etdik və irəli addımladıq. Hal-hazırda Araz Supermarketlər şəbəkəsində paketləmə şöbə müdiri vəzifəsində fəaliyyətimi davam etdirirəm. Bu məsuliyyətli işdə məhsulların keyfiyyətli, gigiyenik və standartlara uyğun şəkildə qablaşdırılması prosesini idarə edirəm. İllər ərzində satış, satın alma, idxal sahələrində qazandığım zəngin təcrübəni indi birbaşa məhsulun rəfə qədər olan mükəmməl təqdimatına yönəltmişəm. Şirkətimizin bu 15 illik inkişafında atdığımız hər bir addımın arxasında peşəkarlığın təminatı və Araz brendini daha da irəli aparmaq dayanır.